Necə? Deməli bax, Xırdalan Təndir restoranından hər kəs salamlayıram. Baharın ilk günləri Xırdalan Təndir restoranında qeyri-adi yeməyimiz. Gəl bax, deməli haçandı yox idi. Müştərilərimiz zəng edirdi ki, gəldim o yeməkdən, deyirəm ki, həmən müştərilərə bax, gəl. Buna bax, bəh. Buna bax, dananın dilləri bax bu formada. Bunun gözəlliyinə bax, bunu böyük ekranla götür ha. Müştərilərimiz də görsün ki, həqiqətən də təndir restoranında nələr var. Bu baldır ha, məhv. Bax bu formada. Buna bax. Həqiqətən də bal. Bundan axan bala bax, buna. Çəkilir boşqabları, gedir stollara. Bax bu formada. Kimin ürəyi istəsə var, yəni menuda var. Buyurub sifariş verə bilər. Bu işlər yalnız Xırdalanda təndir restoranda. İkinci bir yerdə mümkün olan bir şeylər ola bilər. Necə? Deməli bax, Azərbaycana səs salan, nəinki Azərbaycana, bütün dünyaya səs salan təndir restoranının qazan yeməklərindən biri. Gəl bax, bunu yaxından, böyük ekrandan götür. Həqiqətən də bax, bunun ağzını açanda adamın gözləri yumulur da, Baldır da bal restoranın bal yeməkləri. Bunun bilsən də adı nədir? Bu küncütdür. Turşulu dana. Çəkilir boşqablara, gedir stollara. Həqiqətən də gözəllidir. Baldır da bal restoranın bal yeməkləri. Buna bax, mətini görsən də bunu. Bax, beləncə postla çəkilir boşqablara, götürə bilsən ekrandan, böyük ekrandan götür. Bax, beləncə çəkilir boşqablara, göndərir stollara. Kimin ürəyi istəsə, gələ bilər Xırdalan Təndir restoranda. Bax, mən elə-belə demirəm, ağız dadı ilə, ağız ləzzəti ilə, ağız tamı ilə, ağız dadı ilə qazan yeməkləri yemək istəyirsinizsə, and ol Allaha, ikinci bir yerə getmək lazımdır. Sırf gəl Xırdalana Təndir restoranına. Bəh. Gəl apar, soydu.